Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 202 marşrutunun son dayanacağı 92-170 marşrutlarından qapının ağzına qədər asfalt olan ərazidə 200 metr məsafədə 2 mərtəbəli təmirli bir həyət evi satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarını verib, evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bəyənməyi də unutmayın. Yəni hər bir insan bəyənsə, yəni hər insanlara da ev axtarmaq üçün daha uyğundur. Yəni nəzərinizə çatdırım, ev 3 sotun içində inşa olunur. Gördüyünüz kimi, bura həyət, yəni beşetkasıdır, yayda oturmaq üçün mətbəxi zadı ev sahibi şərait yaradıb. Burada yaşıllıq salmaq üçün belə boş torpaq sahəsidir. Həyətinə qraflarla belə qoyulmuş, belə tamit daşları vurulur. Rahat 2 maşın həyətinə daxil ola bilir. Evin yan tərəfləri açıqdır, havalanmaya tam uyğundur. Yenə qeyd edirəm, marşrutlara yaxındır, sənədi amma qeydiyyatlandır. Yəni qeydiyyatda da köməkli göstərir, hörmətli izləyicilər. Bunu da nəzərinizə çatdırım. Keçən də evin içinə tanış olaq, hörmətli izləyicilər. Bəyənməyi mütləq eləyin, hörmətli izləyicilər. Hamıya ev lazımdır, bütün insanlar da hamı evləri görə bilsin. Yəni bəyəndikcə reklamı daha artır, hörmətli izləyicilər. Bax, girən kimi bura gördüyünüz kimi geniş plaşatkasıdır. Plaşatka da burada. Hamamdır, ayrı-ayrıdır. Bura sanitar qovşağıdır. Təəssüflər ki, təmirsizdir, amma kombinə bütünlükə ayrıdır. Bu hissəsi mətbəxdir. Mətbəx hissəsi, demək, mətbəxi də demək olar təzədir, sağlam vəziyyətdədir. Kombinə mətbəxlər hamısı evin içində qalır. Biz içi boş danışırıq, yəni qiymətlərdə deyəcək sonunda. Amma indi kim hissəsi əşyalı da ala bilər, onu özə qiymətdə danışıb əlavə edir. Demək, girən kimi bu hissəsi qonaq otağıdır. Qonaq otağının eni 4 metr, uzunluq da hardasa 6-7 metr olar, 7 metrə yaxındır. Gördüyünüz kimi 8 metrdir hətta. Burada da belə tvistdə qoyulub, gördüyünüz kimi ev sahibi özünə təmirlətdirib. Sonra burada bir hardasa 15-16 kvadratlıq bir yataq otağıdır. Pəncərələr də yan tərəfinə keçmək mümkündür. Çox xahiş edirəm, hörmətli izləyicilər, bəyənməyi unutmayın. Bəyəndikcə hamıya mesajlar çatır, videolar hamı görə bilir. Yəni bunlar sizin də öz işinizə, daha da bizim də işimizə rahatçılıq verir. Bax, burada da gördüyünüz kimi bir yataq otağıdır. Bu da 14-15 kvadrat olar, təxmini ölçü deyirəm. Pəncərəsi də birbaşa çölə baxır, gördüyünüz kimi də yəni işıqlıdır. Hər pəncərəsindən üzünə hava girir. İşıq düşür, rahat, belə deyək. Qalxırıq indi 2-ci mərtəbəyə. Qalxan kimi ev nəzərdə çatdırım, hörmətli izləyicilər, mansard tipli evdir. Demək, bir xoldur, geniş burada bir xoldur, yəni zal kimi bir şeydir. 3 otaq da buradadır, cəmi 7 otaqdır. Yəni burada özü otaq sayılır, geniş zaldır. Burada bir otaq var. Hardasa 14 kvadrat. Təxmini ölçü deyirəm, az fərq eləyər. Burada da bir, elə 14-15 kvadrat olar. Mansarda izolyasiya olunub, hörmətli izləyicilər. İstinin, soyuğun, yəni qabağını almaqdan ötürü izolyasiya eləyiblər. Burada da bir dənə otaq var. Buranı apşifka ilə təmir eləyiblər. Uşaq otağı kimi istifadə eləmək olar, nəsə, amma buranı apşifka ilə eləyiblər. Amma o bura otaqlar alçıpanla yıxılıb. Amma izolyasiya olunub. Soyuğun, istinin qabağını almaqdan ötürü. Hörmətli izləyicilər, gördüyünüz kimi ev haqqında təqdimatı sizə göstərdim. Kimlərsə evini satmaq istəyirsə 055-389-38-08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmana köməklik göstərə bilərik. YouTube'da, TikTok'da, Instagram'da seçal əmlak, yəni seçib almaq səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın zəng vuran zaman. Demək, sənədi yenə qeyd edirəm. Qeydiyyatdan olacaq, evin adresi ünvanı var. Qeydiyyata da salmaqdan ötürü köməkli göstərə bilərik. Bunu da nəzərinizə çatdırım. 202, son dayanacağı 92-170 marşrutlarından da 200 metr məsafədə yəni yerləşir.
Üst sotun içində də inşa olunub. Şəxsi evdir, ev sahibi özünə inşa elətdirib. Qiymət 137 min start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Bəyənməyi də unutmayın hörmətli izləyicilər.